Hyundai Accent 2018-ci il rul kalibrovkası ilə bağlı bizə yaxınlaşıb. Maşın düz getdiyi vəziyyətdə rul sola meyillidir. Bu problemlə bağlı bir çox razval ustasında olub. Razval nə qədər düzəltməyə çalışsa da əslində razval ustalığı bir şey yoxdur. Mexaniki problemlər həll olsa da rulun düzlüyü qaydasına düşmür. Deməli bu avtomobil Amerikadan gələndə balka sistemi əyri, qəzalı vəziyyətdə olub. Balka sistemi düzələndən sonra razval elətdirsə də bu problem aradan qalxmayıb. Görürsünüz ölçünü, baxın, düz vəziyyətdə qoyuruq. 0 dərəcəsində, amma göstərici mənfi 1,2 göstərir. Biz hal-hazırda bu əyriliyi düzəldib 0 nöqtəsində rulu adaptasiya edəcəyik ki, rulun əyriliyi mövzusu bərpa olunsun bir dəfəlik. İşimizi yekunlaşdırdıq. Dərəcə 0, göstərici 0, adaptasiya olunub. Hal-hazırda maşında hər şey ideal vəziyyətdədir. Maşın sürüləndən sonra da maşını podlayaq. Maşın sürüləndən sonra da əyri qalmaq məsələsi bir dəfəlik həll olundu. Əgər kimin avtomobilində rul əyriliyi ilə bağlı problem varsa, razval olunsa da belə problem aradan qalxmırsa, yaxınlaşsın, adaptasiya eləməklə maşını ideal vəziyyətdə təhvil verək. Xeyirli olsun.